Bəli, getdik, götürdük velosipedimizi və axşam saat gün batana kimi, velosipedlə işləyək biraz. Miau. Bu nə də? Velosiped yoluna şey vurublar, mismarlayıblar. Ay, nələr görəcəyələr. Mikrofon böyük rahatçılıqdır. Niyə bu vaxta qədər sifariş verməmişəm bilmirəm, amma doğrudan çox rahatçılıq olur. Olur bu nədir? Yetimdə qılışı tel qoymayıbları qalsın. Deşik eləyiblər. Hə, yəni bu mikrofonu almışam, amma çox razı qaldım yəni istifadəsindən. Wi-Fi ilə işləyir, Bluetooth ilə işləyir daha doğrusu. Yəni sadəcə uzaqdan qoşursan və day səs üçün birbaşa ay səsi götürmədi, ay səsdə problem yaranacaq düşüncəsi ilə baş-başa qalmırsan da, rahat olursan ki, bu gün mənim səsimi qeydə alır əgər təbii ki qoşmusunuzsa. Yəni qoşulu olmasına fikir verin, üstündə işığı yanır. Əgər qoşulu vəziyyətdədirsə, deməli nədir? Səsi yazır. Bunu burada saxla, kölgədə qalsın. Gedək sifariş verək, gələk. Bəli, yenə əfədədir. Ümidvaram ki, səsim yaxşı gəlir. Oyda, axşam sərin küləyi ləzzət eləyir. Bəlkə qaldım gecəyə kimi işlədim bu küləkdə. Nə qəşəng sürüşək. Velosiped yolu ümumiyyətlə kim nə deyir desin, insanlar üçün çox böyük rahatlıqdır. Nə bilim, əlil arabası buradan rahat hərəkət eləyir, velosiped hərəkət eləyir, uşaqlar burada rahat sürürlər velosipedlərini. Ailəlikcə məsələn çıxmısan şəhərə gəzintiyə, övladım əvvəl belə idi ki, uşaq deyir ki, valideyninə ki, mən velosipedimi də götürəcəm də şəhərə çıxanda. Əvvəl valideyn deyirdi ki, yox, ay bala, hara götürsən velosipedi? Amma məsələn, valideyn velosiped yolun qırağı ilə o uşağını müşayiət eləyə, məsələn, o uşaq təbii ki, valideyn yenə deyirəm nəzarətində velosiped yolunda sürür. Uşağa da xoş keçir həmin gün. Əvvəl səkidə məcburidir uşaq sürsün, onsa səkilərimiz dardır. Gələk, görək başımıza nə gəlir? Ona da kişinin başında işıq yanır. Hər gün təzə şey görürük. Qabağını da işıqlandırmır. Ağ işıq yana deyəsən ki, qabağını görmək üçün qoşub. Normalda qırmızı işığı yəni arxaya bağlayırlar. Nə belə oldu cəmaət? Hər gün yeni bir şey öyrənirik. Hər gün yeni informasiyalarla dolub daşırıq. Məsələn, mən belə bir şey birinci dəfə görürəm. O başa bağlanan işıqlardan görmüşəm. Qırmızı işığın başın qabağına bağlandığını bir dəfə gördüm. Hər gün yeni informasiya. Ay, axşam oldu, gün qaraldı.
Danışın görək, izləyirsiniz videoları. Danışın görək nə qarısınız. Buradan sola dönəcəm. Çata bilərik görəsən. Çatarıq. Yes, of course. Təbii ki, çatdıq. Buradan avtobus yoluna girə bilərik. Amma nə ehtiyac. Zibi. Kız yatmışdı avtobus dayanacağında. Bu dəqiqə mən də belə onun kimi başımı arxaya söküb yatardım. Buradan zolaq silinib deyəsən, mən keçim sağa. Ancaq sağa dönənlər üçün imiş ki. Onda qayıdım təzdən sola. Təzdən sola qayıdıq. Nəsə buradan gedək də daha keçmişik ki. Bu gün evə gedəcəm. Yorğunam çünki. Gedim biraz kinoya zada baxım. Gedim biraz kinoya zada baxım sonra. Gedim saat 2-də zaddayım. Həqiqətən elə olur. Məsələn deyirsən ki, bugün bax yorğunam. Evə tez gedim də. Məsələn normalda getməliyəm 12-də, məsəl üçün. Gedirəm 10-da evə. Gecə inansı həmin gecəni normaldan gec yatıram. Yuxu gəlmir gözümə. Yorulmuşam amma yata bilmirəm. Dayı sənin işıqların yanmır, qurban sənə. Işığı, qabaq işığı yanır, arxa işığı yanmır. Ümumiyyətlə bu qabarit işıqları bir çox maşında fikir vermişəm. Arxa qabarit işıqları yanmır. Ki görəsən də qabağında maşın gedir. Məsələn bunun işığı yanır, rahatdır da görürsən qaranlıqda. Məsələn bura görürsüz işıqları işləmir buranın. Gör nə qədər burada lampiçka var, heç biri işləmir. Nə qədər dirək var, hamısı sönülüdür dirəklərin. Niyə? Hanı bu bələdiyyə? Hanı bu dövlət? Dövlət paşa. Həqiqi bu işıq dirəkləri niyə işləmir qardaş? Axşam saat 10-dur da. Bundan sonra cəmaət evinə getdi, yıxıldı, yatdı. Bundan sonra yandırasınız. Belə əsl vaxtıdır da bu. Saat 10-suz da 9-un yarısı zat günəş batır. Bu saat indi də 10-dur şey. Yəni saat yarım keçib cəmi günəşin batmağından. Lampiçka da nə vaxt yanacaq bu lampiçka? Lampişko deyəndəki şey də yəni işıq dirəyi. Lampişko. Buradan sağa dönüb benzinə getməli idim əslində. Nəysə, uca gecdi. Oğlum sarı işıqda keçdiksən burada polis veçnedi yanır. Tutub cərimələyəcəklər bizi. Nəysə. Daha uca keçdik inşallah. İnşallah cərimə gəlməz. Sarı işıq bəzən həqiqətən baxsan ki, yol boşdur və orada sən tormuz verməyin və s. hətta bəzən təhlükəli ola bilir motosiklet üçün, ona görə mən keçirəm. Yoxsa vallahi mən keçmirəm sarıda. Qədə yoxdur ki. Burada da nə qədər piyada keçidi var ha. Birini keçirsən o biri gəlir. Bax, piyada keçidində işıqlandırmırlar. Arkadaş, bu piyada keçidini biraz işıqlandır, olsa bizim millət qap-qara geyinir. Görmürsən ki, piyada keçir buradan. Nəysə dostlar, bugünlük bu qədər, bəsdir. Mən də gedim evə, yıxılım, yatım. Videonu bilirəm ki, çoxunuz izləməyəsiniz. Elə belə atacağım amma yenə də paylaşacağım. Nə bilim. Yəni nə qədər az adam izləsə şəxsən mənim üçün o qədər yaxşıdır videoları. Yəni bu sona qədər gəlmişsinizsə, videonu bura qədər izləmişsinizsə, həqiqətən halal olsun sizə. Yəni mən özüm belə yəni buraları elə montaj eləyəcəmmi bilmirəm. Paylaşacağım və paylaşandan sonra buraları ümumiyyətlə özüm belə izləməyə bilərəm yəni. Belə. Sağ olun dostlar. Öpürəm hamınızı, qucaqlayıram. Minnətdaram ki, məni kimi boş boğazı izlədiniz. Burada keçək dayım. Sağ olun. Öz ağzımla səsləndirməni də özüm eləyirəm ki, təlif haqqı ödəməyim.